Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini olan Pərvin Ağasiyev, Siyəzən rayon təhsil şöbəsinin müdiri olduğu 2019-2021-ci illərdə təhsil müəssisələrinin inventarlarını mənimsəyib. O məktəblərin partalarını öz avtomobili ilə daşıyaraq müxtəlif şəxslərə verib. Bu barədə redaksiyamıza açıqlama verən ictimai fəal Tural Tağzadə qeyd edib. O qeyd edib ki, Pərvin Ağasiyev Siyəzən rayon təhsil şöbəsinin müdiri olduğu vaxtlarda şəhər məktəblərinin istifadədə olan partalarını daşıyaraq öz yaxınlarına verib. Yəni dediklərimi təsdiq eləmək mənim mükəlləfiyyətimdir. O cümlədən məsuliyyətini də anlayıram. Bəli, partalarla bağlı mən də təsdiq eləyirəm ki, hətta tanıdığım insanlar var ki, onlara məktəbin partalarını verib. İndi pulsuz verib, pullu verib, dostluq naminə verib, nəyə xatirinə verib, o səbəbi mənə məlum deyil. Tural Tağzadənin sözlərinə görə Pərvin Ağasiyevin bu əməlinin həqiqiliyini və iddia edilən faktların təfsilatlı isbatının üstündən bir neçə il keçməsinə baxmayaraq bu gün də üzə çıxarmaq və müəyyənləşdirmək mümkündür. Pərvin Ağasiyevin məktəblərdən daşıyıb pay verdiyi həmin inventarların yeri məlumdur. Sadəcə Elm və Təhsil Nazirliyi məsələnin mahiyyətinə azacıq diqqət ayırıb kiçik bir araşdırma aparması kifayətdir. Bu da həmin partaların hazırda mövcud olduğu Siyəzən rayonunda yerləşən məkanlardan birinin fotosu. Əgər istəyən varsa həqiqətən də bu adamın əməllərini üzə çıxarmaq, cinayət əməllərini biz əməkdaşlıq eləməyə hazırıq. Buradan üzümü tuturam aidiyyatı qurumlara, Elm və Təhsil Nazirimiz hörmətli Emin müəllimə, o cümlədən Eşqi Bağırova. Biz hazırıq. Biz hazırıq. Yetər ki, sizlər komissiya təşkil eləyin və bizlər də faktlarla, sübutlarla sübut eləyək ki, mən bildiyim hansı ki tanıdığım şəxslər var, partalar da onlardadır. Onlar da lazım olsa əməkdaşlıq eləməyə hazırdılar. Göstərə də bilərik hardadır o partalar. Qeyd edək ki, bir müddət bundan əvvəl Siyəzən rayon Nazim Əsədov adına 4 saylı tam orta məktəbin yoxa çıxan kondisioneri məsələsi gündəm olmuşdu. Məktəbin o zamanki direktoru Tərlan Bağırova Seven Times Aza verdiyi açıqlamada həmin kondisionerin Pərvin Ağasiyev tərəfindən aparıldığını bildirmişdi.